Sumqayıt Olimpiya İdman kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunan ASET 16 peşəkar döyüş turniri keçirildi. Turnir Azərbaycan idmanının inkişafına mühüm rol oynamış ümumilli liderin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edildi. Yüksək səviyyədə təşkil olunan bu idman tədbiri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi ilə reallaşdı. Onun idmana və gənclərə göstərdiyi diqqət və qayğı şəhərdə belə mötəbər yarışların keçirilməsinə zəmin yaradıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan gənclərinin sağlam böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, ümumilli lider ölkəmizdə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hər tərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin çoxsahəli fəaliyyətinin əsas istiqamətlərinin biri də idman və bədən tərbiyəsi sahəsi olub. Şəhər rəhbəri yarışda iştirak edən idmançılara uğurlar arzulayıb. Qeyd edir ki, turnirdə ümumilikdə 11 nəfəs kəsən döyüş keçirilib. Reytingdə peşəkar döyüşçülər öz güclərini və bacarıqlarını nümayiş etdiriblər. Turnir yalnız Sumqayıt deyil, həmçinin ölkənin müxtəlif bölgələrindən Bakı, Şəmkir, Qəbələ, Akstafa, Abşeron, Ələt və Lökbatan kimi bölgələrdən gəlmiş idmançıların iştirakı ilə daha da rəngarəng olub. Bu turnirin miqyası və əhəmiyyətini bir daha ortaya qoyub. Döyüşlər əsasən böyüklər kateqoriyasında keçirilib və hər qarşılaşma yüksək peşəkarlıq və mübarizə ruhu ilə yadda qalıb. Peşəkar idmançılar arasında keçirilən döyüşlər reyting xarakteri daşıyıb və qalib gələn idmançılar öz reytinginin xallarını artırmaq imkanı qazanıblar. Bu da onların gələcək beynəlxalq turnirlərdə daha da yüksək pillələrdə yer alma ehtimallarını artırır. ASET 16 turniri həm idmançılar, həm də azarkeşlər üçün unudulmaz idman bayramına çevrilib. Ringdə nümayiş etdirilən döyüşlər Azərbaycan gəncliyinin güclü fiziki hazırlığı, iradəsi və döyüş ruhunu bir daha nümayiş etdirdi. Turnir eyni zamanda ölkəmizdə döyüş idman növlərinə artan marağın və inkişaf edən peşəkar idman sisteminin bariz nümunəsidir. Sumqayıt şəhərində belə mötəbər tədbirlərin keçirilməsi gənclərin sağlam həyat tərzinə, idmana olan marağının artmasına, eləcə də şəhərin idman mərkəzi kimi tanınmasına xidmət edir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.